Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu gün statistika jurnalı çıxdı və statistika jurnalı əsasında mən sizə bir neçə dəyərli məlumat verəcəm. Deməli, bizim ümumi plan yerlərimiz budur. Deməli, yazılı kimya üzrə 12710 yerimiz var, yazılı informatika 7440 yerimiz var, cəmi 20150 yerimiz var. Gəlin birinci baxaq yazılı kimya üzrə. Yazılı kimya üzrə 100 balı keçən tələbələr, 100-dən az olmayan abituriyentlərin sayı. Gəlin götürək 12710 nəfər olduğu halda 12. Deməli 200-210-dan yuxarı bütün ünvanki tələbələr abituriyentdə qəbul olacaq. Bu heç. Bunu düzgün yazsalar hamısı qəbuldur. Amma 150 ballıq ixtisaslara balı əldən az olmayan abituriyentlərin paylanma siyasına əsasən burada 12622 nəfər var. Əslində bunlar da düzgün ixtisas seçməklə bunlar da qəbul olacaq. Yəni bu da ən azı ən pis halda yəni 180-dən aşağı məsələn 170-dən aşağı yığan tələbələr qəbul olmaya bilər. Qalan hamısı qəbul olacaq. Yazılı informatika yüzü az olmayan tələbələrdən bizim ümumi 7440 yerimiz var. İndi düzdür, burada həm o biri, həm burada iştirak edən tələbələr var. Onlar burada bölüşdürülməyib. Mən hadisa deyərəm ki, hadisa 230-dan yuxarı rahat qəbul ola bilərlər uşaqlar. Yəni burada problem yoxdur. Amma balı 150 bal olan, yəni 150 ballıq bloku 100-ü keçməyən şəxslər, bunlar hardasa qəsdədiyimdə 8740 nəfər aralığında mən müəyyənləşdirirəm ki, qəbul olma olacaq. Yəni 240-250, yəni blokda 100 keçməyənlər. Yəni məncə pisdir hələ ki, yəni yaxşıdır, qəbul olma şansları var. Yəni düzgün ixtisas seçmək eləsələr, hamı qəbul ola bilər. Əsasən də riyaziyyat kimya üzrə verənlər hamısı qəbul ola bilər. Bir dənə sadəcə 150-160 bal aralığı biraz çətindir. İxtisas seçimi düzgün eləyir, çox risklidir. 200-dən yuxarı olan tələbələr rahatçılıqla qəbul ola bilər, düzgün şəkildə yazın. 300-dən yuxarı olan tələbələr isə ürəyi ilə istədiyi yerlərə qəbul ola bilərlər, yəni bəzi şərtlər daxilində. Bu qədər. Artımlar da var, bəli. Keçən ilə baxanda artımlar var, amma ümumi plan yerlərinin sayında da xeyli artım qeyd olunur. Pulsuz yerlərin sayında qismən də olsa artım müşahidə olunur. Amma çox da böyük bir nəzərə çarpacaq dərəcədə bir şey yoxdur. Keçid ballarında, yəni pulsuzun keçid ballarında mən qalxmanı hiss edəcəyik deyirəm.